Bir kişinin xanımını qonşunun quduz iti qapır. Qadını yaralı halda həkimə aparırlar, amma nə yazıq ki, faydası olmur, xanım vəfat edir. Kişi dərin depressiyaya düşür. Övladları görürlər ki, aylar, illər keçdikcə ataları əldən gedir. Qərar verirlər, ata üçün bir xanım tapmalı və onu xoşbəxt etməliyik. Yaxın kənddə boşanmış cavan, çox gözəl bir xanım tapırlar. Xanımın razılığını alıb ataları ilə evləndirirlər. Günlər keçdikcə gəlin ona o qədər gözəl baxır. Qayğı göstərir ki, kişi yavaş-yavaş qəmdən uzaq olur. Xoşbəxt olur, hər gün dodağının altında eşq musiqiləri zümzümə edir. Bir gün oğlu soruşur, atam necəsən? Kişi gülümsəyərək deyir ki, yaxşıyam ay oğul. Bu gözəl günlər üçün qurban kəsdirəcəm. Ala bu pulu, get bazardan 3 dənə qoçal gətir. Birini kəs, kasıb qonum qonşuya ver, birini də kəs özümüz yeyək. Oğlu soruşur, ata bəs üçüncünü nə edeyim? Kişi deyir, ayaq ol. Onu da kəs, ananı qapan o itin qabağına at. Həqiqətən həyat çox qəribədir. Bəzən insana arvadı yeyən itə belə təşəkkür etdirir.